Belə bir sual paylaşmışdıq. Seyid Əzim Şirvaninin Qaz və Durna əsərinə aiddir. 2026-cı il çərçivəsində olan əsərlərdəndir. Və əlavə edilmiş əsərlərin izahı, həmçinin onlara aid onlayn sınaqlarımız artıq hazırdır. İzahları ilə birlikdə həm dərslərə qoşulmaq üçün, həm də onlayn sınaq paketlərini əldə etmək üçün, işləmək üçün 051 537 90 86 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Gələk variantlara. Deyir ki, obrazlar öz bacarıqları ilə öyünürlər. Burada cəmi 2 obraz var. Qaz, Durna. Qaz öyünür. Amma Durna qaza deyir ki, öyünmə. Və özünün öyünməsi yoxdur. Demir ki, hə, məndə filan qabiliyyətlər var. Belə, yəni obrazlar deyiriksə, ikisinin də öyünməsinə aid nümunə tapmalıyıq. Yoxdur. Ona görə A yanlışdır. Əsərdə axmaqlığı təmsil edən obraz Hikmət Ziyanın Kərkidan və Qarışqa əsərində tənbəlliyi təmsil edən obraz kimi öz səhvini anlayır. Bəli, Kərkidan və Qarışqada da Kərkidan anlayır ki, əslində cırtdandan da cırtdan o özüdür. Əsas zəhmətkeşlikdir. Burada da qaz utanır Durnanın sözündən. Deməli, B doğrudur. Əsərin əsas ideyası budur ki, lovğalıq və diletant səviyyədə qabiliyyətlər yox, dərin bilik və kamillik dəyərlidir. Bəli, əsərin ideyası budur. C-ni də götürürük. Əsər lirik növdə olsa da məzmuna əsasən adlandırılıb. Məzmuna əsasən adlandırılıb, amma lirik növdə deyil. Təmsildə axı epik növdədir. Getdim. Müəllifin adı yox, təxəllüsü işlənmişdir. Yanlışdır. Adı da yoxdur, təxəllüsü də yoxdur. İşlənməyib. Bu da yanlış. Bizdən nə istəyir? Doğruları. Doğrular oldu C ilə B. Yəni cavab olur B variantı.